Real TV-də zəhmətkeşlərin verilişinə baxırsınız. Fermerin real dostu başladı. Bu verilişimiz Aqrar Kredit və İnkişaf Agentliyinin dəstəyi ilə təqdim olunur. Bəli, verilişimiz davam edir. Fermerin real dostuna baxırsınız. Dəyərli zəhmətkeşlər, əziz fermerlər və hörmətli tamaşaçılar. Bugün də hər zaman olduğu kimi çox maraqlı və faydalı bir mövzudan danışacağıq. Ümumiyyətlə, mövzumuzun haqqında girişdə onu demək istəyirəm ki, nəinki ölkəmizdə, həm də qonşu dövlətlərdə və qlobal yanaşsaq bir çox ölkələrdə son aylar, son illər iqlim dəyişikliklərindən bağlı təsərrüfata çox ciddi təsirlər var. Bu nədir? Anormal istilərin baş verməsi və yaxud da bitkilərin, belə deyək də, cücərdiyi və bitkilərin yetişdiyi bir dönəmdə həddən artıq yağmur, yağışların olması və bu təbii ki, hadisələrin baş verməsi ilk növbədə birinci kənd təsərrüfatına təsirlidir. Və görəsən, bu hallarda nə etmək lazımdır? Ümumiyyətlə, həm iqlim dəyişikliklərindən və mövsümi yağışların kənd təsərrüfatına təsirində hansı məsələlər aktuallaşır, vacibləşir? Düşünürəm ki, vacib olan ən vacib məqamlardan biri sığortanın aktuallığıdır. Aqrar sığorta sistemi bilirsiniz ki, son illər Azərbaycanda kifayət qədər aktualdır, məşhurdur və fermerlər artıq bunu bilirlər, öyrənirlər. Bu sahədə hansı yeniliklər var? Nə kimi vacib məqamlar olacaq? Bax, bunu qonağımla müzakirə edəcəyik. Aqrar Sığorta Fondunun İdarə Heyətinin sədri Fuad Sadıqov bizimlə bərabərdir. Fuad müəllim, mən sizi salamlayıram. Fermerlərin görüşünə xoş gəlmişsiniz. Çox sağ olun, təşəkkür edirəm dəvətiniz üçün. Fuad müəllim, girişdə də dedim, istəyərdim ki, elə söhbətimizə buradan başlayaq. Sosial mediada, televiziyada biz son günlərdə tez-tez deyirik, xüsusən də qonşu, qardaş Türkiyədə baş verənlər. Demək olar ki, xəritə üzrə baxsaq, Qaradəniz sahilləri və Türkiyənin demək olar ki, böyük bir, həm də kənd təsərrüfatı ərazilərində ciddi yağmurlar, yağışlar və qar müşahidə elədik. Və bu təbii ki, ölkəmizdə də baş verə bilər ki, baş verir əslində aprelin ikinci həftəsindən kifayət qədər yağışların belə deyək, artımını müşahidə edir, eyni zamanda qar yağır. Bax, bu hadisə baş verir. Bu hadisələrin baş verməsi kənd təsərrüfatına və birbaşa zəhmətkeş fermerə təsirləyir. Nə etməlidir fermerlərimiz? Müslüman, həqiqətən çox bir aktual mövzudur. Həqiqətən elə bu verilişin çəkiliş zamanında havaların kəskin dəyişməsinin şahidi oluruq. Ümumiyyətlə, Dünya Bankının bir araşdırması var idi. Araşdırma nəticəsində mən olmuşdu ki, son 40 ildə dünyada iqlim dəyişikliyinin nəticəsində təbiət hadisələri, yəni bu böyük qasırğaların, fırtınaların, tornadoların ümumiyyətlə 400%, yəni 4 dəfədən çox artması müşahidə edirik. Və bu da kifayət qədər bu sayədə çalışan fermerlərin fəaliyyətinə çox ciddi təsirlər göstərir. Çox düzgün vurguladınız ki, Türkiyə Respublikasında hal-hazırda son 30 ildə aprel ayında havaların kəskin, yəni şaxtaların olması, kəskin mənfi dərəcənin düşməsi havanın kənd təsərrüfatı məhsul istehsalçıları, meyvə istehsalçılarının çıxılmaz bir vəziyyətə salıb. Yəni, bilirsiniz ki, bu davamlı şəkildə subsidiyalaşdıran bir sahədir. Dövlət, hər bir dövlət öz fermerini dəstəkləyir. Lakin bir sıra hallar var ki, idarə edilməyən risklər var ki, onların dəstəklə tamamlanmaq mümkün deyil, hansı bir mexanizmlər olmalıdır. Və Türkiyədə də, Azərbaycanda da belə bir mexanizm var. Bu, aqrar sığorta mexanizmidir ki, dövlət bu mərkəzləşdirmiş bir sığorta xidmətləri yaradıbdır. Dövlət bu sistemi yaradıb, bunun arxasında durur və eyni zamanda dövlət fermerlərin sığorta haqqının 50%-ni maliyyələşdirir, dəstək olur ki, ödəyir yəni ona. Bəli, ödəyir fermerlə vəzən ki, onlar gedib bu xidmətdən istifadə edəsinlər və sabah bir hər hansı hadisə olduğu təqdirdə bu risklər hansısa bir formada idarə edilən olsun. Buna elmi dildə böhranın idarə edilməsinin, riskin idarə edilməsinə keçid deyirlər. Yəni, bunun üçün sığorta xidmətləri var və sığorta xidmətləri də bilavasitə bu idarə edilə bilməyən risklərdən qorunmaq üçün əsas bir çətirdir, mexanizmdir. Fuad müəllim, hal-hazırda kadrları görürük. Mən düşünürəm ki, rejissorumuz bunu, bu kadrları ilə Türkiyədəki hadisələrin görüntüləri kimi bizə təqdim edir. Həqiqətən də müşahidə edirik ki, kifayət qədər ciddi proseslər baş verir. Sadəcə səbirli olmağa, ancaq təmkinli olmağa dəvət edir. Amma belə bir söz var da, yəni səbirlə, təmkinlə gözləmək də doğru deyil. Sığortalamaq lazımdır hadisəni. Azərbaycanlı fermerlər sığortalayırlarmı öz ərazilərini? İstər pambıq olsun, yeri gəlmişkən pambıqla bağlı hal-hazırda əkin gedir, fermerlər sahələrdədirlər. İstər meyvə bağları olsun. Vəziyyət nə yerdədir?
Tamam, həqiqətən bu sahədə ciddi irəliləyiş var. Yəni bilirsiniz ki, 2020-ci ilin əvvəllərində bu xidməti əldə etmək istəyən şəxslər, fermerlər bu xidməti əldə edə bilmirdilər praktik olaraq. Yəni xidmət var idi, amma xidmət göstərən yox idi. Kommersiya şirkətləri yəni bu sahədə baxmayaraq ki, xidmət göstərə bilərdilər, lakin göstərmirdilər. Səbəbi odur ki, kifayət zərərlidir və burada əlbəttə ki, dövlət yəni fermerlərimizin yanında olması məqsədə bir sistem yaratdı. Və bu sistemin inkişafı göz qabağındadır. Artıq 41 bitki növü üzrə sığorta xidmətləri təqdim olunur. Heyvandarlıq, balıqçılıq təsərrüfatlarının sığortalanması mümkündür. Və bircə onu deyə bilərəm ki, ölkədə 1,7 milyon hektar əkin ərazilərinin ildə bir 400-500 min hektarı sığortalanır. Bu deməkdir ki, artıq ərazilərimizin 1/4-i hər il davamlı şəkildə sığortalanır. Bircə onu deyim ki, keçən ilin müvafiq dövrü ilə müqayisədə aqrar sığorta xidmətlərinin istifadə edənlərin sayı bir 20%-ə yaxın artıb. Əkin əraziləri artıbdır. Yəni bu onu deməyə əsas ciddi rəqəmlərdir. Kifayət də ciddi İnam yaranıb həm də bu. Əlbəttə biz pambığı misal çəkdik. Biz misal üçün son 4 ildə, son 2 ildə pambıq üzrə 2,6 milyon manatlıq ödəniş etmişik. Bunun müqabilində biz 1.200.000 manat sığorta haqqı fermerlərdən toplamışıq. Baxın, 4 il ərzində yığdığımızın 2 qatını fermerlərimizə qaytarmışıq və burada çox vacib məqam odur ki, fermerlərimiz bu il zərər çəkmədisə, ikinci il zərər çəkmədilərsə, o demək deyil, 3-cü, 4-cü, 5-ci ildə bu zərərlərdən təsirsiz ötüşə bilərlər, yəni qaça bilərlər. Burada da sığorta xidmətləri çox vacibdir ki, dövlətin çətiri altında özlərini qorumaq üçün yeganə bir mexanizmdir və vətəndaşlarımız bunu anlayırlar, fermerlərimiz bunu başa düşürlər, sahibkarlarımız anlayırlar və ildən ilə nəticələr onu deməyə əsas verir ki, bu dinamika davam edəcəkdir. Ağ qızıl, bax pambıqla bağlı danışırıq, hal-hazırda sahələrdə pambıq əkini gedir. Maraqlıdır, misal üçün belə bir sual gəldi ağlıma, Fuad müəllim, misal üçün mən pambıq əkmişəm Beyləqanda, şərti olaraq deyirəm. Amma yəni bax hal-hazırda da havalar dəyişir də. Yəni biz bilirik ki, ehtimal böyükdür ki, təbii ki, dolu vura bilər, yağış sel su apara bilər pambıq sahəsini. Müqaviləsi varsa və sığorta ödəyibsə, yəni sığorta haqqını ödəyibsə, sığortası etdiribsə ərazisini, fermerə hər hansı bir dəstək olurmu? Yoxsa siz gözləyirsiniz ki, proseslər baş versin, necə deyirlər, o sistemə uyğun olaraq ona ödəniş eləyəsiniz? Ruslan, çox həqiqətən yerinə düşən bir məsələdir ki, pambıq istehsalçıları artıq pambığın istehsalına başlayıbdır və bir sıra ərazilər var ki, artıq əkinləri tamamlayıblar və sığorta müqavilələrini əldə ediblər. Götürək bir misal götürək ki, iki qonşu var, ikisi də əkinini edibdir, biri sığortalayıb, biri sığortalamayıb. Sığortalı fermer artıq riayət etdiyi üçün tələblərə, qaydaya, prosedura rahatlıqla aqrar sığorta fonuna zəng vurmaqla sığorta hadisəsinin olduğu barəsində məlumat verə bilir və bizim ekspertlər gedib zərəri görürlər ki, həqiqətən baxın, indi hal-hazırda gördüyümüz kimi ölkədə dağətəyi və dağ çayların daşması nəticəsində dağətəyi rayonlarda kifayət də leysanlar, su, sel basmaları olur. Nəticədə insanın əkdiyi ərazi su altında qalır, toxum cücərməmiş artıq çürüyür. Çürüyür, bəli. Kadrlarda da bəli, bu halda nə etməlidir fermer? Əlbəttə ki, sığorta bunun üçün lazımdır. Məhz təkrar əkin etmək imkanı varsa, yəni biz maraqlıyıq ki, fermerimiz məhsulunu istehsal eləsin, aqrar iqtisadiyyat böyüsün, bu məhsullar ixrac olsun. Töhfə versin. Bu məqsədlə biz gözləməyəcəyik ki, müqavilə ilin sonunda tamamlansın, bunu təsdiq edici sənədlərini alaq. Əgər təkrar əkin mayın 15-nə qədər təkrar əkin etmək və yaxud mayın sonuna qədər etmək mümkündürsə, biz bu halda fermerin, misal üçün 10.000 manatlıq məhsul istehsal edəcəkdirsə, onun 30% həcmində ona təkrar əkin xərcləri verə bilirik ki, təkrarən əkinini etsin və nəticədə məhsulu istehsal edə bilsin. Yəni 10.000 manatın təxminən 30%-i 3.000 manat civarında bir ödəniş edir. Tamamilə doğru, tamamilə doğru. Biz misal olaraq. Təkrar əkin xərclərini qarşılayırıq. Yox, təkrar əkində başqa hər hansı, misal üçün, may ayında ola bilər ki, dolu vursun və yaxud iyun ayında ola bilər ki, hər hansı digər hadisələr olsun və yaxud pambıq istehsalçıları ola bilər ki, məhsulunu yetişdirirlər, artıq belə deyim, qozaların açması nəticəsində gözəl bir mənzərə göstərirlər ki, həqiqətən ağ qızıl adlandırırsınız. Gözəl bir mənzərə var, amma leysan yağışlar olur, qozaların çürüməsinə gətirib çıxır, onu yığımı etməmişdən öncə qozalar çürüyür, tökülür yerə. Məhz bu leysan təminatı oktyabrda, noyabrda, sentyabrda ola bilən hadisələrdir ki, fermerlərimiz 6 ay, 7 ay əziyyət çəkiblər, yığım öncəsi problemlə üzləşiblər. Bu hallarda sığorta var, gəlirlər, qiymətləndirirlər və zərər ödənişini edirik.
Burada çox vacib bir məqam var Rüstəm müəllim. Yəni ki, bunu səsləndirməliyik ki, fermerlərimiz bunu eşitsinlər, bilsinlər. Bu il bizim rastlaşdığımız bir sıra hadisələr oldu ki, istehsalçılarımız, fermerlərimiz xüsusi olaraq Ağcabəddə, Bərdədə, Tərtərdə hadisələr olandan sonra bildirmirlər, məlumat vermirlər sığorta fonuna. Nəticədə məhsulun birinci üzü yığımını edirlər və məhsulun az olandan sonra müraciət edirlər. Yəni, ekspertlər gəlirlər sahəyə, artıq sahədə nə qədər məhsul var idi, onun nə qədər zərər çəkmişdi, nə qədər yerə tökülmüşdü, artıq yerdə bir məhsul qalmır. Məhsulun bir 60-70% yığılmış olur və bu bilavasitə imtina üçün əsasdır. Və biz buradan fermerlərimiz üst tutub demək istəyirik ki, sığorta xidmətiniz varsa, müqavilə almışsa, mütləq qaydada heç nəyə baxmayaraq, məhsul yığımından öncə sığorta fonuna müraciət eləsinlər ki, biz gəlib rahat şəkildə ekspertizanı həyata keçirə bilək və zərərin nə qədər olduğunu təsbit edə bilək. Bu çox vacib məqamdır. Çox doğru dediniz. Həqiqətən də bu belə deyil də. Ekspert həm də biraz kobud səslənsə də aldatmaq marağı və yaxud da meylidir. Buna təbii ki, fermerlərə tövsiyə edir ki, buna getməsinlər. Bu yol verilməzdir. Birincisi, eksperti aldatmaq mümkün deyil. Sahəyə baxış keçirdən kimi avtomatik o sahədən pambığın birinci yüzdən necə deyirlər, yığılmasını müəyyənləşdirmək mümkündür. Həqiqətən də bunu vurğulamağınız yaxşı oldu. Pambıqdan söz düşmüşkən bir sual da Fuad müəllim. Ümumiyyətlə, pambıqçıların bu sığortaya marağı nə dərəcədədir? Və son illərdə xüsusən də biz bilirik ki, bununla bağlı dəfələrlə olubdur. Sizə də, sizin sosial media hesablarınıza, çağrı mərkəzinizə və yaxud da bizim verilişimizə də dəfələrlə olub müraciət edənlər. Hətta mən özüm də şəxsən bölgələrdə olanda fermer, yəni pambıqçılar müraciət ediblər ki, biz misal üçün paket almışdıq, sığorta paketində hansısa bir paketi düzgün seçməmişdik. Təbii ki, bu subyektiv bir belə deyək də yanaşmadır, doğru deyil. Mənə maraqlıdır, son aylar, son illər bu istiqamətdə vəziyyət nə yerdədir, xüsusən pambıqçılar arasında? Rüstəm müəllim, onu deyim ki, baxın, ölkədə 100 min hektarın üstündə olan bir pambıq sahələri var ki, o 100-110 min hektar aralığında dəyişir və hər il biz onun 25-30 min hektarını sığortalayırıq. Yəni, əkinin altında olan sahələrin hər il 25-30% sığortalanır. Bu artıq, bu könüllü növdür, burada hər hansı məcbur etmə mexanizmləri yoxdur. Yəni, icbarilik prinsipləri tətbiq edilmir. Bu könüllü əsasdadır. Fermerlərimiz anlayırlar ki, biz bunu etməliyik. Bircə onu deyim ki, ötən il ərzində 549 min manat qarşılığında 1 milyon 200 min manat fermerlərimiz 24-cü ilin əkinləri üzrə zərər ödənişləri alıblar və alacaqlar. 2023-cü ildə fermerlərimiz 250 min manat ödəyiblər, 950 min manat ödəniş alıblar. Baxın, bu real nəticələrdir, göstəricilərdir ki, bunun maraqlı olub-olmadığını artıq qoy bizim fermerlərimiz özləri qiymət versinlər ki, işini düzgün vaxtında tutan sığorta müqaviləsini iyun ayında, mayın sonunda yox, aprel ayında əkindən sonra, bəyandan sonra edən adamlar hadisəsi olan zamanı çevik davranıb sığorta fonuna zəng qurub məlumat verməklə və bütün prosedurlara riayət etməklə onun hər hansı belə bir problemi olmur və ödənişini rahatçılıqla alır. Və bu ildən ilə əlbəttə ki, başa düşürük ki, maarifləndirməyə çox ciddi ehtiyac var. Biz böyük şirkətlərlə görüşlər keçiririk, fermerlərlə görüşlər keçiririk və fermerlərimiz də sığorta xidməti əldə edəndə öz halal zəhmətlərlə qazanmış hər hansı bir ödəniş edirlər. Bu ödənişi alarkən yaxşı olar ki, bir müqavilə ilə şərtlərlə tanış olsunlar, zəng qurub çağrı mərkəzindən bir tövsiyə alsınlar, maraqlansınlar ki, hansı halda nə etməlidirlər. 1651. 1651-ə zəng qurub məlumatları əldə edə bilərlər və ümid edirik ki, belə bir halla çox rastlaşmasınlar, heç sığortaya ehtiyac olmasınlar, halal pullarını qazansınlar, məhsullarını yetişdirsinlər. Lakin belə olacağı təqdirdə aqrar sığorta fonuna müraciət edib özlərini qoruya bilərlər. Fermerin real dostuna baxırsınız. Biz çox vacib məsələdən danışırıq. Ölkəmizdə son günlərdə Bakıda, Abşeronda, bölgələrdə hava şəraiti kifayət qədər dəyişib. Leysan yağışlar, sel su basma halları var. Təəssüf ki var, amma bu təbiətdir. Nə etmək olar? Amma təbii ki, bu sahədə yəni bu hadisələrin baş verməsindən ən çox çətin vəziyyətə düşən, ən çox əziyyət çəkən bizim zəhmətkeş, əli qabarlı, necə deyirlər, fermerlərimizdir. Biz isə bunun yəni kənd təsərrüfatına təsirinin ən azından sığortalanması mövzusundan danışırıq. Qonağım Aqrar Sığorta Fondunun İdarəyyətinin sədri Fuad Sadıqovdur. Fuad müəllim, biz pambıqla bağlı güman edirəm və düşünürəm ki, kifayət qədər danışdıq. Suallar çoxdur, amma
İstərdim ki, bir balaca da meyvə bağlarından danışaq. Ümumiyyətlə, meyvə bağları üzrə sığortaya maraq nə dərəcədədir? Birinci bundan başlayaq. Biz bilirik ki, meyvəçilik, ixracat potensiallı, ciddi ixracat potensiallı sahədə, qeyri-neft sektorunda çox ciddi rəqəmlərimiz var. Ölkəmiz son illərdə bu sahədə inkişaf etməyə doğru gedir. Biz nəinki qonşu ölkələrə, hətta daha uzaq məsafədə Azərbaycandan uzaqda yerləşən ölkələrə meyvə ixrac edirik. Bu nöqteyi nəzərdən meyvəçilikdə vacib məsələlərdən biridir ki, həm də olmadı belə, necə deyirlər, oldu elə və hadisə baş verdi. Sığorta, meyvə bağlarının sığortalanmasında vəziyyət nə yerdədir? Ruslan müəllim, həqiqətən meyvə istehsalçıları kifayət qədər bu sahəyə ciddi yatırımlar edirlər və bu yatırımlar bir illik əkinlərdən fərqli olaraq bu ilin əvvəlində əkdim, ilin sonunda biçdim, qazancımı götürdüm deyil. Daha uzun müddətdir, 5 il, 6 il, hətta misal üçün badamın və yaxud qozun fındığın yetişdirilməsi üzrə 7 il, 8 il, 9 il gözləmək lazımdır və bu kifayət qədər uzun müddətdir və böyük yatırım deməkdir. Və deyim ki, kifayət qədər maraq artıbdır. Bizim bugün meyvə istehsalçılarımız, yəni böyük meyvə istehsalçılarımız, balaca meyvə istehsalçılarımız bunu görürlər və 2024-25-ci əkim mövsümündə belə deyim, bəyanlar zamanı biz bu artımı bir daha gördük. Bircə onu deyim ki, biz keçən il misal üçün bir 100 min manat ödəniş etmişdiksə, 2025-ci ilin əvvəlindən artıq bir 700 min manata yaxın meyvə istehsalçılarına ödəniş etmişik və artım var. Əlbəttə, burada da risklər idarə edilə bilən deyil. Bilirsiniz ki, dolu yağır, bu meyvə istehsalının necə mənfi təsirini göstərir. Digər bir problemlər olur, fırtına olur, çiçəklənmə zamanı bir problem yaranır. Fevralın sonunda havaların şaxtalı keçməsi bir çox erkənci meyvə istehsalçılarını çox çıxılmaz bir vəziyyətə qoydu. Pis vəziyyətə qoydu ki, xüsusi olaraq ki, Aran bölgəsində Şəmkirdir, Samuxdur, Yevlax, Kürdəmir, o bölgələrdə ki, kimlər ki, erkənci meyvə istehsalı edib və mayın sonunda, iyunun əvvəlində bazara ilk meyvə ilə çıxıb və oradan gəlir əldə etmək planları var idi. Onların planların çoxunda bir problemlərlə üzləşdi. Yəni, puç oldu planları. Ona görə ki, meyvə istehsalı çiçəyə bağlıdır. Çiçək çiçəkləndisə, ağac çiçəkləndisə və nəticədə şaxta vurursa və meyvəni gözləməyə dəyməz. Və bu çox ciddi ürək ağrıdan bir təsərrüfat adamlar üçün haldır, çox bir pis haldır və biz buradan ümid edirik ki, növbəti illərdə meyvə istehsalçılarımız öz risklərini nəzərə alıb, öz yatırımlarını qorumaq üçün sığorta xidmətlərindən istifadə edəcəklər. Burada çox bir vacib məqam var, Ruslan müəllim. Baxın, meyvə istehsalında belə bir şey var ki, ting əkilir, 3 il, 4 il ting artıq iqtisadi dəyər formalaşdıran bir dövrə gəlib, 3 il, 4 il vaxt keçir və 3 il, 4 il ərzində hər il aqronomiya xərcləri olur, belə aqrotexniki qulluq edilir, dava dərmana pul verilir. Nəticədə 4 ilin nəticəsində bir dolu olur, bir fırtına olur, vurur ağac sınır, kökündən çıxardır, qurudur ağacı və yaxud sel, su basqını olur. Ağacı sığortalayırsınız? Əlbəttə, burada çox vacib məqam odur ki, istehsalçılarımız bir ilin məhsulunu qurban verməyə razı olarlar, nəinki ağaclarını itirməyə. Yəni 4 il, 5 il vaxt gedib, zəhmət gedib, yatırımlar, investisiyalar gedib. Bəli. Və burada çox vacib məqamdır ki, onlar öz meyvə bağlarını, məhsullarını yox, məhz kol, ting, ağaclarını sığortalaya bilərlər ki, onların qoyduğu yatırımlar uzun müddətli, yəni 3 il, 4 illik yatırımları yəni itməsin və bu çox vacib. Belə onu yəni belə deyək, kompensasiya eləmək mümkün. Əlbəttə və misal üçün baxın burada kompensasiya mexanizmi necə işləyir? Bir ağacdan 10 kilo misal üçün məhsul götürmək imkanı varsa, potensialı varsa ağacın və biz ağacın, həmin ağacın, məhv olan ağacın, qırılan və yaxud quruyan ağacın növbəti 3 ildə verəcəyi məhsulu zərər ödəniş kimi veririk. Yəni ona görə veririk ki, çox möhtəşəmdir bu. Ona görə veririk ki, gedib rahat tingini alsın, əkinini etsin və gələcək 3 ildə qazanacağı gəliri bəri başdan ona ödənilir ki, o təsərrüfatını yenidən bərpa edə bilsin. Bu çox yaxşı bir mexanizmdir. Vallahi mən belə deyək də, özüm siz dediyinizi düşünürəm. Həqiqətən də çox gözəldir bu. Yəni mən əminəm ki, fermerlər bax bu məqama çox diqqətlə qulaq asırlar. Ağac 3 il ərzində bundan sonra deyək ki, verəcəyi barı siz artıq onu ödəyirsiniz. Bir də təkrarladım ki, bunu tamamilə doğrudur, tamamilə doğrudur. Yəqin ki, bunun sığorta ödənişi bir balaca fərqli ola bilər. Amma buna dəyər. Çünki o tingi, yəni o belə deyək də, əkirsən və 3 il müəyyən bir belə deyək də, boya başa çatdırırsan, necə deyərlər və hadisədən məhv olur. Əlbəttə.
Əlbəttə, baxın, gilas istehsalçıları 1 hektardan fərz edək ki, 30.000 manat məhsul götürürlərsə və ağaclarını sığortalayıblarsa, ondan həmin ağacları məhv olsa, 1 il 1 hektardan 30.000 manat vəsaitlərini itirmiş olurlar. Və yaxud da nar olsun. Və yaxud nar olsun. Ciddi, yəni orada investisiya qoyulur. Əlbəttə, 1 hektarda məsəl üçün əkilmiş, indi əkin sxemindən asılı olaraq fərqli olur. Əgər məsəl üçün 700 ağac minimum və yaxud 2500 ağac varsa və bu ağaclar hansısa bir sel su basma nəticəsində məhv olursa, nəticədə biz onun 1 hektarına 30.000 manat qazanırdısa, 90.000 manat ödənişini edirik və vətəndaş, fermerimiz, investorumuz gedib rahat yatırımını təzən edib, tingi alıb və sahələrini qulluq edə bilər. Fermerlərimiz hansı bitkiləri, hansı meyvə ağaclarını konkret deyib sığortalaya bilərlər? Belə bir siyahımız varmı? Ümumiyyətlə, Aqrar Sığorta Fondu tərəfindən 41 bitkinin sığortalanması xidməti verilir, imkanı yaradılır və 41 bitkinin belə deyim də, çox illik bitkilərin hamısını rahat şəkildə ağac kimi, kol kimi və yaxud tink kimi sığortalaya bilərlər və sığortaqları çox cüzidir. Dediyim kimi, bir ağac fərz edək 100 manatlıq iqtisadi dəyəri varsa, bunun sığortaqısı 1 manat civarındadır. Baxın, niyə də ki, sığortalamasın? Yəni, mütləq qayda biz buradan tövsiyə edirik ki, meyvə istehsalçıları öz risklərini qorumaq üçün, öz təsərrüfatlarını qorumaq üçün bu xidmətlərdən istifadə eləsinlər. Burada meyvə, mən fotolarda, videolarda gördüm. Meyvədən başqa həm də bostan və tərəvəz bitkilərinin sığortası da var, düzdürmü? Tamam, doğrudur. Bəzən bunu fermerlər də düşünə bilərlər ki, yoxdur, amma var, mümkündür. Çox rahatçılıqla Aqrar Sığorta Fondunun bir internet saytına girə bilərlər. Orada sığorta kalkulatoru var. Sığorta kalkulatorundan öz yaşadıkları və yaxud fəaliyyət göstərdikləri ərazi seçməklə, həmin hansısa istehsal edici bitkini seçməklə, öz məhsuldarlıqlarını, biz ki, fərqli məhsuldarlıq ola bilər. Bəli, təbii, bölgəyə görə dəyişə bilər. Onları bütün o əlavələri qeyd eləməklə nə qədər zərər nə qədər sığorta haqqı ödəməlidirlər, nə qədər zərər ödənişi olacaq təqdirdə vəsait alacaqlar. Yəni bu Samux rayonunda bilavasitə Kürc çayının daşması nəticəsində yaranan bir vəziyyət idi. Çay məcrasından çıxmışdı və həmin ərazidə qarpız istehsalçıları var idi, hansı ki 100.000 manat civarında ödənişlər aldı. Baxın, bu real keyslərdir, real ödənişlərdir və biz bunu hər zaman kütləvi informasiya vasitələrində çatdırırıq ki, baxın, belə bir imkanlar var. Bundan faydalanın, yararlanın ki, fəaliyyətinizi rahat şəkildə edə biləsiniz. Yeri gəlmişkən, elə biz də kütləvi informasiya vasitəsiyik, media orqanıyıq, real televiziyasında Fermerin Real Dostu verilişini yayımlayırıq və mən bu arada sizə təşəkkür edirəm ki, dəfələrlə vaxtınızın məhdud olmasına baxmayaraq gəlirsiniz, qonağımız olursunuz, fermerlərə buradan lazım olan məlumatları çatdırırsınız, amma bununla da belə deyək, kifayətlənmirsiniz. Komandanız, müxtəlif bölgələrdə olan əməkdaşlarınız, filiallarınızın əməkdaşları, biz bilirik ki, Aqrar Sığorta Fondunun müxtəlif bölgələrdə filialları var, düzdürmü Fuad müəllim? Və həmin şəxslər də, mən elə özüm də dəfələrlə şahid olmuşam, müxtəlif tədbirlərdə, Kənd Təsərrüfatı Nazirliyinin ən böyük bölgələrdə keçirilən tədbirlərindən biri Aqrar Biznes Festivallarında iştirak edirlər, orada stend nümayiş elətdirirlər, yaxınlaşan fermerlərə lazım olan maarifləndirmə işlərini həyata keçirirlər, müxtəlif panel görüşlərində sualları cavablandırırlar. Bunların yəqin ki, mən əminəm ki, geri dönüşü və nəticələri var Fuad müəllim. Əlbəttə, bu bir kommunikasiya imkanlarıdır vətəndaşlarla. Onların ümumiyyətlə şikayətlərini dinləmək, təkliflərini dinləmək, ümumiyyətlə bir problemləri varsa gəlib onu çatdırsınlar və bizim xidmətlər barəsində bir məlumat əldə etmək üçün bir platformadır. Bu sayədə bir Kənd Təsərrüfatı Nazirliyinə öz təşəkkürümüzü bildirmək istəyirik ki, bu imkanı yaradırlar. Hər ay biz fermerlərlə görüşürük və bu görüşlər davamlı şəkildə olacaq. Bundan başqa vətəndaş qəbulları həyata keçirilir. Eyni zamanda Aqrar Sığorta Fondunun özü icra hakimiyyətlərlə birlikdə tədbirlər təşkil edirik və bunun başlıca məqsədi burada odur ki, Aqrar Sığorta Fondu gəlir amaçlı, gəlir məqsədlə yaradılan bir təşkilat deyil. Bu qeyri-kommersiya təşkilatıdır və burada başlıca məqsəd istehsalın davamlılığını təmin etməkdir. Fermerin ayaq üstə dura biləcəyi, növbəti ildə zərərlə qarşılayacağı təqdirdə rahatçılıqla fəaliyyətini davam etdirə bilməsi üçün yaradılan bir mexanizmdir və təklif edirik ki, bunlardan sadəcə yararlansınlar və pulun da 50%-ni dövlət ödəyir. Ələxüsusda bəli, əgər sığorta ödənişi məbləğinin 50%-ni dövlət qarşılayırsa, bu demək ki, dövlət bu işdə maraqlıdır. Dövlətimiz həqiqətən də
müxtəlif istiqamətlərdə, xüsusən də aqrar sektorda fərqli istiqamətlərdə istər belə deyək də subsidiyaların ödənilməsi, istər güzəştli kreditlərin ödənilməsi və bu müasir suvarma sistemlərinə, texnikalara olan güzəştlərin tətbiq olunması və ələxüsusda son illərin ən belə deyək də vacib olan məqamlarından biri sığorta. Mən bunu həmişə verilişlərdə qeyd edirəm. Fuad, minnətdaram sizə ki, gəldiniz. Çox maraqlı məncə söhbətimiz alındı. Təşəkkür edirəm, işlərinizdə uğurlar arzulayıram. Təşəkkürlər. Dəyərli dostlar, əziz fermerlər və hörmətli tamaşaçılar, güman edirəm ki, verilişimiz maraqlı oldu. Xüsusən də sığortalanmayan, öz sahəsində, aqrar sahədə öz belə deyək, təsərrüfatını sığortalamayanlar üçün belə bir mesajım var yekunda. Çalışın ki, vaxtında hər şeyi, hər bir işinizi görəsiniz və vacib məqamlardan biri də sığortanı önəmli edən məqamlardan biri də öz sahənizi sığortalayın. Bu çox önəmlidir, vacibdir. Gələn həftə vacib olan bir məsələ də var. O da bizim verilişimizi yenidən izləməkdir. Fermerin real dostunda görüşəcəyik. Hələlik. Öz təsərrüfatlarını azad olunmuş ərazilərdəki yaylaqlara aparmaq istəyən fermerlərin diqqətinə. Təsərrüfatların azad olunmuş ərazilərdəki yaylaqlara köçü ilə bağlı qeydiyyat elektron kənd təsərrüfatı informasiya sisteminin alt modulu olan köç portalı www.köç.eagro.az vasitəsilə həyata keçirilir. Siz yay mövsümündə yaylaqlara köç prosesində iştirak etmək üçün müəyyən olunmuş müddət ərzində təsərrüfatlarınızı köç portalında qeydiyyatdan keçirə bilərsiniz. Köç üçün müraciət etmiş fermerlər sənədləri təsdiqləndikdən və mina təhlükəsizliyi ilə bağlı təlimlərdə iştirak etdikdən sonra müvafiq dövlət qurumlarının verdikləri icazə əsasında təsərrüfatlarını azad olunmuş ərazilərdəki yaylaqlara apara bilərlər. Yaylaqlarda yer seçimi fermer tərəfindən köç portalı vasitəsilə ardıcıllıq prinsipi əsasında həyata keçirilir. Fermerlər azad olunmuş ərazilərdə yaylaqlarda mina təhlükəsizliyi qaydalarına riayət etməli, yaylaq mövsümü başa çatdıqdan sonra təsərrüfatlarını aran bölgəsinə qaytarmalıdırlar. Yaylaqlara köçlə bağlı təlimatın müddəalarını pozan şəxslərə qarşı qanunvericiliyin tələblərinə uyğun tədbirlər görüləcək. Aqrar Kredit və İnkişaf Agentliyi